Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Mən təlimçi Jali Hüseynli. Bu gün sizlərlə ayın 18-i günü keçirilən musiqi müəllimlərinin sertifikasiya imtahanında istifadə edilmiş olan test tapşırıqlarının izahına baxacağıq. Gəlin baxaq. Birinci sualımız nədir? Verilmiş janrların ilk yaradıcısının düzgün verildiyi bəndi müəyyənləşdirin. Vaqif Mustafazadə simfocaz. Xeyr, Vaqif Mustafazadə simfocaz janrının yaradıcısı deyil. O, muğam caz janrının yaradıcısı olub. Fikrət Əmirov opera. Xeyr, opera janrının yaradıcısı Üzeyir Hacıbəylidir. George Gershwin simfocaz. Bəli, doğru cavab George Gershwinin adının verildiyi bənddir ki, George Gershwin simfonik caz üslubunun yaradıcısı olmuşdur. Digər bəndlərimizə də baxaq. Tofiq Quliyev operetta. Xeyr, operetta janrının yaradıcısı Üzeyir Hacıbəylidir. Üzeyir Hacıbəyli simfonik muğam. Xeyr, simfonik muğam janrının yaradıcısı isə Fikrət Əmirov idi. İkinci sualda deyilir. Tar musiqi aləti gözəl musiqi improvizasiyası ilə simfonik orkestrda ilk dəfə hansı əsərdə səslənib? Cavablarımızda var tar və simfonik orkestr üçün konsert, Leyli və Məcnun operası, zurna və simfonik orkestr üçün uvertura, Leyli və Məcnun simfonik poema, Koroğlu opera. Doğru cavab Leyli və Məcnun operasıdır. Çünki Üzeyir Hacıbəyli ilk dəfə tarı simfonik orkestrın tərkibinə məhz Leyli və Məcnun operasının premyerasında daxil edib və burada da bizdən simfonik orkestrda ilk dəfə tarın hansı əsərin tərkibində səsləndirildiyi soruşur. Cavab Leyli və Məcnun operasıdır. Kamançı və simfonik orkestr üçün konsert əsərində istifadə olunmuş muğamları seçin. Gəlin seçək. Bu əsər bir çoxumuz bilirik ki, Hacı Xan Məmmədovun yaradıcılığında olan bir konsert janrında yazılmış əsərdir. Həmin əsərin əsas mövzusunda cahargah, köməkçi mövzularında isə şur və seygah muğamlarından istifadə olunmuşdur. Baxaq, hansı bəndədir doğru cavabımız? Deməli, cahargah, seygah və şur. Əsas mövzu cahargah, köməkçi mövzularda isə şur və seygah. Bəli, doğru cavab D bəndindədir. Dördüncü sualda deyilir. Truba, tuba, valtorna, trombon alətləri hansı qrupa aiddir? Truba, tuba, valtorna və trombon alətləri hər biri mis nəfəsli alətlər qrupundadır. Doğru cavab C bəndindədir. 5-ci sualda verilib. Füzuli kantatası, Böyük Qələbə oratoriyası, Dostluq haqqında mahnı. Məntiqi ardıcılığı davam etdirməliyik. Birinci kantata gəlib, ikinci oratoriya, üçüncünün janrını təyin eləməliyik. Dostluq haqqında mahnı Cahangir Cahangirovun yaradıcılığında kantata janrında yazılmış olan bir əsərdir. Həmin əsər mahnı kantata sayılır. Doğru cavab B bəndindədir. Zülfüqar Hacıbəyov və Cavanşir Quliyev yaradıcılığında müraciət olunan eyni adlı mövzu nədir? Eyni adlı mövzunu tapmalıyıq. Zülfüqar Hacıbəyov, həmçində Cavanşir Quliyev müraciət eləməlidir. Eyni adlı opera yazıblar? Xeyr. Silsilə yaradıblar? Xeyr. Filmə musiqi yazıblar? Xeyr. Eyni adlı klassik operaları var. Bu da doğru cavab deyil. Doğru cavab sonuncu bəndə verilib. Hər ikisinin yaradıcılığında Aşıq Qərib əsəri var. Bəli, bu doğrudur. Çünki Zülfüqar Hacıbəyov Aşıq Qərib operasını yazıb, Cavanşir Quliyev isə Aşıq Qərib filminin musiqisini bəstələyib. Eyni quruluşlu muğamları seçin. Gəlin baxaq. Seygah oxşarı, seygah klassik, oxşarı isə ritmik muğamdır. Bayatı Kürd rast, Bayatı Kürd kiçik həcmli muğamdır, rast isə klassik muğamdır. Mani Humayun, Mani yenə də ritmik muğamdır, Humayun isə klassik muğamdır. Qarabaş kəstəsi Mənsuriyə, bəli, doğru cavab D bəndindədir. Hər ikisi də ritmik muğamdır. Qarabaş kəstəsi və Mənsuriyə. Cahangir Cahangirovun Füzuli kantatasının tərkibindəki qəzəllərdən biri səhvdir. Cahangir Cahangirovun Füzuli kantatasının tərkibində söz haqqında məni candan usandırdı və Şəbi Hicran adlanan qəzəllərdən istifadə olunmuşdur. Gülüm adlanan qəzəl isə ümumiyyətlə Cahangir Cahangirovun Füzuli kantatasında yoxdur.
Cahangir Cahangirovun Gülüm adlanan romansı var ki, bu da Nizami Gəncəvinin sözlərinə bəstələnibdir. Bəstəkar Niyazinin baletini, operasını və mahnısını müəyyənləşdirin. Deməli, Niyazinin baleti Çitra, operası Xosrov və Şirin, deməli, bəndlərdən uyğun gəlir hələ ki C bəndi və təbii ki, mahnısı da Təbrizim mahnısıdır. Doğru cavab Çitra, Xosrov və Şirin Təbrizimdir. Libretto əsasında yazılmayan janrlara aiddir. Səhvi tapın. Bax, bu bir çox müəllimlərin sertifikasiya sualında, belə deyək də, imtahanında daha doğrusu səhv cavablandırdığı suallar siyahısındadır. Çünki sualın şərtini düzgün başa düşməmişdilər. Libretto əsasında yazılmayan janrlara aid olanlar verilib burada. Sonra da deyir ki, biri səhvdir. Yəni, siz elə bir variant seçməlisiniz ki, səhv olmalıdır o variant. Yəni, o variantda seçilənlərin hamısı libretto əsasında yazılanlar olmalıdır. Bu da A bəndindədir. Opera, operetta və baletdir ki, bunlar hər üçü libretto əsasında yazılan janrlara aiddir. Yazılmayanlara aid deyil. Səhvi tapın dediyi üçün A bəndini götürürük. 11-ci suala baxırıq. Do, re, mi, fa, sol. Verilmiş səslərdən yaranan hansı birləşmədə alterasiya işarəsi istifadə etmədən kiçik sekunda intervalı almaq olar. Kiçik sekunda intervalı yarım tondur və biz bunu natural səslərlə əldə etməliyik. Do, re götürə bilmərəm. Do, re düzdür, sekundadır, amma böyük sekundadır. Doğru cavab baxın elə B bəndindədir. Niyə? Bizim bir oktava daxilində mi ilə fa və si ilə do notları var ki, bunların arasında qara dil yerləşmədiyinə görə biz onları hər zaman yarım ton kimi hesablayırıq. Mi ilə fa, si ilə donu. Və onlar yarım ton olduğuna görə də kiçik sekunda intervalını yaradırlar. Cavab B bəndindədir. Konsert zamanı ifa edilən nömrəni bir və ikinci səslər ifa edir. İfa zamanı ikinci səslər birinci səsin ifa etdiyi hissəni gecikdirərək səsləndirir. Belə ifa nə adlanır? Bu tez-tez imtahanlarda istifadə olunan bir üslubdur ki, hansı ki bu hansı belə deyək də termindir. Bir melodiyanın eyni ilə, gecikmə üsulu ilə ikinci səs tərəfindən ifasına biz kanon demişik. Və baxın, burada da iki səs var. Biri digərinin ifa etdiyi nömrəni gecikmə üsulu ilə ifa edir. Məktəbdə Nizami Gəncəviyə həsr edilmiş tədbir keçiriləcək. Şagirdlər həmin tədbirdə hansı əsərlərlə çıxış edə bilərlər? Leyli və Məcnun opera, Leyli və Məcnun simfonik poema, Xosrov və Şirin baleti, Məhəbbət əfsanəsi baleti, Sevil operası. Variantlara baxanda mən Leyli və Məcnun operasını çıxmalıyam. Çünki Leyli və Məcnun operası Üzeyir Hacıbəylinin əsəridir və o Məhəmməd Füzulinin qəzəllərindən yazılıb. Ona görə bir olan variantları silirəm. Leyli və Məcnun simfonik poema, bəli, doğrudur. 2 olan variantları saxlamalıyam. Hələ ki, burada mənə uyğun gələn bir B-dir. Bir də, deməli, D variantıdır. Həmçinin də E-dir. Baxaq. Sonra, Xosrov və Şirin baleti, hələ ki, bunu saxlayıram. Məhəbbət əfsanəsi baletini götürə bilmərəm. Çünki o, Nazim Hikmətin eyni adlı pyesindən yaranıb. 4 olan variantları silməliyəm. Yəni, beləliklə bir variantım da gedir. Sevil operası. Sevil operasını da götürə bilmərəm. Çünki bu da Cəfər Cabbarlının Sevil pyesindən yaranıb. 5-i də çıxıram. Yerdə yalnız və yalnız doğru cavab 2 və 3 qalır ki, burada Leyli və Məcnun simfonik poema, həmçinin də Xosrov və Şirin baletidir. Leyli və Məcnun, həmçinin də Xosrov və Şirin Nizami Gəncəvinin poemasına daxildir. Doğru cavab 2 və 3-dür. Zurna aləti simfonik orkestrın tərkibində hansı musiqi əsəri ilə öz əksini tapıb? Zurna alətini ilk dəfə Üzeyir Hacıbəyli Koroğlu operasının tərkibində simfonik orkestrın tərkibinə daxil edibdir və zurna adətən güclü və belə deyək də zil bir səsə malikdir. Ona görə də belə deyəcəyik, güclü və gür tembirdədir Koroğlu operasında. Burada tam düşməyib cavabda, amma güclü və gür tembirdədir Koroğlu operasında. Sonra digər baxaq sualımıza. Muğam caz üslubunda yazılan əsər, simfo caz üslubunda yazılan əsər. Çox güman ki, bu Vaqif Mustafazadənin bir marş piyesi ola bilər.
Bir də simfocaz üslubunda yazılan ilk opera olan George Gershwinin Porgy və Bess operasıdır. Doğru cavab elə A bəndindədir. Füzulinin poeziyasının istifadə olunduğu arya hansı əsərdədir? Füzuli poeziyası. Baxaq. O olmasın bu olsun da yoxdur. Məhəbbət günündə yoxdur. Qızılgüldə də yoxdur. Arşı Malın operettasında isə bəli, Əsgərin aryasında deməli Füzulinin qəzəlindən istifadə olunub. Doğru cavab Arşı Mallandır. İlk müasir mövzulu operada istifadə olunan xalq musiqi nümunələri haqqında müzakirə aparılacaq. Hansı variant uyğunluq təşkil edər? İlk müasir mövzulu opera təbii ki, Nərgiz operasıdır Müslüm Maqomayevin və burada birinci pərdənin final xorunda Gün çıx, Nərgizin qəmli mahnısında Çıxdım qaya başına, üçüncü pərdədə səslənən xorda isə Bağçadan gələn səsdən istifadə olunub. Həmçinin Əliyarın aryasında isə Çoban bayatısından istifadə olunub. Yəni biz baxmalıyıq görək hansında uyğunluq var onu götürəcəyik və burada doğru cavab Y bəndindədir. Nərgizin qəmli mahnısında Çıxdım qaya başına adlanan xalq mahnısından istifadə olunmuşdur. Müəllim musiqi dərsində bəzi bəstəkarların əsərlərindən ariya səsləndirir. Hansı obrazın ifası uyğunluq təşkil etməz? Sevilin ariyası var, Nərgizin ariyası var, Gülçöhrənin naləsi ariyası var, Əliyarın ariyası var. Amma ata kişidə ariya yox, kupletlər gedir. Doğru cavab ata kişidir. Uşaqlar dərs zamanı ləzgi rəqsi, polyak rəqsi və İtalyan rəqsini ifa edəcək. Uyğunluğu müəyyənləşdirin. Ləzgi rəqsi təbii ki, ləzgi həngi götürə bilərik. Polyak rəqsi ya mazurkadır, ya polonezdir. İtalyan rəqsi də tarantella. Doğru cavab A bəndindədir. Simfonik poema janrında yazılan əsərləri seçin. Böyük qələbə oratoriyadır. B bəndində Sülh uğrunda, bəli, simfonik poemadır. Zaqatala əsəri də, bəli, Zaqatala suitası simfonik poemadır. Bəli, cavab B bəndindədir. Karvan simfonik lövhədir. Səid Rüstəmovun Azərbaycan əsəri kantatadır. Qara Qarayevdə 7 gözəl baletdir. Yəni hərəsindən birini deyirəm ki, biz ikisində simfonik poema seçməliydik. B bəndindədir. Vurğunun birinci payına və üçüncü payına düşən ölçüdə əsər yazırlar. Əsər 3 bemollu minor tonallığında, ağır tempdə və təntənəli xarakterdə idi. Hansı variant uyğunluq təşkil edəcək? Deməli, birinci və üçüncü pay deyirsə, burada deməli 4-də 3, 8-də 3 ölçü ola bilər. Əsər 3 bemollu minor tonallığındadır. 3 bemollu minor olacaq mi bemol major, do minor. Biz major yox, minor tayını götürəcəyik. Yəni do minoru götürəcəyik. Ağır tempdirsə, ağır templərimizə aiddir. Largo, lento, grave, adagio və s. Təntənəli xarakterdə də biz ən çox istifadə edirik maestesonu. Cavab deməli burada A bəndindədir ki, 4-də 3 ölçü, do minor, minor tonallığı, ağır temp, largo, təntənəli xarakter maestesodadır. Figaro obrazının partiyasını hansı əsərdə eşitmək mümkündür? Deməli, Figaro obrazı. Figaro obrazı təbii ki, Sevilya bərbərindədir ki, hansı ki, Müslüm Maqomayevdə nəvə bunu ifa eləmişdir. Sevilya bərbərindən Figaronun ariyasını, rolunu ifa eləmişdir. Dərs prosesində muğamlardan danışan müəllim operalarla sintez olunduğunu izah edir. Muğam operaların Avropa operalarından fərqini müəllim hansı cümlə ilə izah edə bilər? Yəni, biz hal-hazırda muğam opera ilə Avropa operasının fərqini uşağa izah eləməliyik. Ariya və resitativlərin səslənməsi hər ikisində də var. Xor səhnələrinin olması hər ikisində var. Qəzəllərdən istifadə edilməsi, xeyr, qəzəllərdən istifadə olunma yalnız muğam operasına aiddir. Avropa operasında qəzəl olunur. Doğru cavab C bəndindədir. Əlağa Quliyev, Sərvar İbrahimov, Həbib Bayramov, bu üç şəxsin ortaq ifa etdiyi alət nədir? Bunlar hər üçü də tar alətinin ifaçısı olublar, yəni tarzənlərdir. Eyni ad müxtəlif məna yarışmasında şagird hansı adla çıxış edə bilər? Bu sual bizə 2024-cü ilin MİQ imtahanında başqa bir tərzdə düşmüşdü və biz orada cavabı fanfar kimi götürmüşdük. Və yenə də doğru cavabımız fanfar olmalıdır. Niyə? Çünki fanfar həm bir mis nəfəsli musiqi alətidir, həmçinin də hərbi təntənəli xarakterdə olan frazalara deyilir. Yəni, mən bunu deyərdim ki, düzdür, bəzi müəllimlər burada baritonla qarışdırıb, bariton seçmişlər, amma
Biz dərsliklərdə uşaqlara tədris edirik fanfar aləti haqqında və yaxud da hərbi təntənəli xarakterdə olan fraz olduğunu bildiririk. Yəni nə keçiriksə, biz imtahanda da ona uyğun götürməliyik cavabımızı və konkret standart olaraq qəbul etdiyi cavab fanfardır. 2024-də də fanfar qəbul olunub bu sualın cavabı və bu ilin sertifikasiya imtahanında da həmçinin. Davam edək. 26-cı sual. Verilmiş bəndlərdən hansı diyezli qammalara aiddir? Diyezlilərə baxaq. Do major, la minor heç bir işarəsi yoxdur. Do minor, mi bemol major, do minor. Bu isə 3 işarəli bemollu qammadır. Elə do minora görə bunu çıxıram. Re major, si minor 2 işarəli diyezlidir. Si major, sol diyez minor 5 işarəli diyezlidir. Mi minor, sol major, mi minor isə 1 işarəli diyezlidir. Doğru cavab B-dədir. Yenə digərlərinə də baxaq. Fa minor, la bemol major, fa minor olacaq 4 bemollu. Ona görə heç bunu dağına baxmağa ehtiyac yoxdur. Fa major, re minor 1 işarəli bemollu. Bu da bemolludur. La major, fa diyez minor diyezlidir. Do major, la minor işarəsi yoxdur. Sol minor, si bemol major, sol minor 2 işarəli bemolludur. Ona görə bunu da götürə bilmərik. Uşaqlar muğam operalarını sadalayarkən poeziya nümunəsi olaraq dastanları nümunə gətirir. Uşaqlar hansı operalar haqqında danışa bilər? Biz həm muğam operası axtarmalıyıq, həm də elə opera axtarmalıyıq ki, həmin operalar dastandan yaransın. Və burada doğru cavab elə A bəndindədir. Çünki Aşıq Qərib operası Aşıq Qərib dastanından, Əsli və Kərəm operası isə Əsli və Kərəm dastanından yaranıb. Solo, balaban və kamera orkestri üçün mürəkkəb quruluşlu əsər yazılacaq. Bu əsərin janrı nədir? Deməli, biz əvvəldən də dərslərimizdə öyrənmişik ki, solo musiqi aləti, simfonik və yaxud da kamerin orkestri üçün yazılan mürəkkəb quruluşlu virtuoz əsərə nə deyilir? Konsert. Yəni, bu solo alət balaban və kamerin orkestri üçün yazılan əsərə biz konsert deyəcəyik. Eyni variantlarda verilən əsərlərin janrları uyğun olmayan hansılardır? Ulduz, Qız qalası, Ulduz bir var operetta, var opera, var romans, Qız qalası isə baletdir, yəni bunların janrları uyğunlaşmır. Elə cavab götürürəm A bəndini. Çitra, Məhəbbət əfsanəsi hər ikisi baletdir, Sevil Koroğlu hər ikisi operadır, Nərgiz Şahsənəm hər ikisi operadır, Qaraca qız Yeddi gözəl hər ikisi baletdir. Firəngiz Əlizadənin kamança ifaçısına həsr etdiyi əsərdə kamançanın ritmlərini əvəz edərək ifadə etmək üçün hansı alətdən istifadə etmişdir? Deməli, Firəngiz Əlizadə Habil Əliyevə Habil sayağı adlanan əsər yazıbdır ki, həmin əsərdə fortepiano və violonçel aləti üçün yazılıb və həmin əsərdə Habil Əliyevin kamança alətində virtuoz ifaçılıq məharəti violonçel alətin üzərinə köçürülərək verilibdir. Cavab C bəndidir. Mavi Dunay artistin həyatı əsərlərinin bəstəkarı kimdir? Mavi Dunay, artistin həyatı, Viyana meşəsinin nağılları, bahar səsləri, bütün bu əsərlərin müəllifi təbii ki, Johann Straussdur. Bu ifaçılardan biri yastı sazlar ailəsinə mənsub olan, diz üstündə ifa olunan musiqi alətinin ilk ifaçısıdır. Yastı sazlar ailəsinə daxil olan alət qanundur ki, qanun alətində ilk ifaçısı Asya Tağıyevadır. Sultanova deyil, Sultanova bəstəkardır. Bəstəkar Hacıxan Məmmədov hansı musiqi alətləri və simfonik orkestr üçün konsert yazıb? Təbii ki, tar və simfonik orkestr üçün konsert yazıb, bir də kamança və simfonik orkestr üçün. Doğru cavab Y bəndindədir. Ağac nəfəsli alətləri seçin. Ağac nəfəsli alətlər fleyta, qaboy, klarnet və faqotdur. Doğru cavab Y bəndindədir. Verilmiş notu təyin edin. Gəlin biraz yaxınlaşdıraq. Baxaq, 3 bemol işarəmiz var. Notlar sol ilə başlayır. Və variantlarımıza baxaq. Burada artıq notları biz gərək əzbər bilməliyik. Bağçadan gələn səs, babanın yolu daşdı, bülbüllər oxur, küçələrə su səpmişəm. Bu xalq mahnısı Laçın xalq mahnısıdır. Ya bu mahnıların birbaşa notlarını əzbərləmək lazımdır, ya da sözlərini əzbərləyib təxmini oxuyaraq tapmaq mümkündür.
Asəf Zeynallıya məxsus olan romansları seçin. Asəf Zeynallıya məxsus olan romanslar Öykəm, Sual, Seyran, Çadıra, Caharka, Sərhədçi kimi romanslardır ki, burada da biz Çadıra, Çoban və Sualı götürürük doğru variantlarda. O hansı xalq mahnısıdır ki, simfonik muğamın tərkibində səslənir? Təbii ki, bu Əlində sazın qurbanı adlanan mahnıdır ki, Niyazi Rast simfonik muğamında Əlində sazın qurbanından istifadə etmişdi. 4-də 3 ölçüdə olan əsərdəki xanənin sonundakı 2-8'lik notu hansı pauza ilə əvəzləmək mümkündür? 2-8'lik not bizə bir çərək notu verir. Ona görə də biz onu çərək notla əvəzləyə bilərik ancaq. Musiqi tədbirində bir uşaq mahnı oxuyur. Birinci oxuduğu mahnı orta tempdə, ikinci isə sürətli tempdə səslənir. Uşaq hansı templərdə ifa edir? Biz əvvəl orta, sonra sürətli tempi tapmalıyıq. Moderato orta tempdir, bəli, mülayimdir. Allegro isə cəlddir. Doğru cavab A-dır. Presto cəlddir, amma mənə birinci orta temp lazımdır. Sostenuto, bəli, tələsmədəndir. Amma largo ağırdır, bunu götürə bilmərəm. Allegro cəld, vivace cəld, hər ikisi cəlddir, götürə bilmərəm. Adagio əvvəlcə ağır, allegretto cəlddir. Yəni biri ağırdır, biri cəlddir, götürə bilmərəm. Orta temp istədiyi üçün moderato ilə allegrodur cavab. Musiqi tədbirində uşaqlardan biri vokal səslə oxuyacaq, digərinin isə fortepianoda ifası olacaq. Lakin tədbirdə fortepiano ifaçısı iştirak etmir. Hansı ifa daha düzgün olar? Təbii ki, bu ifa zamanı əgər heç bir alət yoxdursa, biz buna akapella ifa demişik. Çünki müşayiətsiz ifadır. Çaykovski 4-cü simfoniyasının 1-ci hissəsində hansı mahnıdan istifadə edibdir? Cavab olacaq Çöldə Ağcaqayın ağacı bitmişdir. Rus xalq mahnısı. Romans janrının yaradıcısı haqqında dərs keçəcək müəllim hansı bəstəkar haqqında danışa bilər? Üzeyir Hacıbəyli haqqında danışa bilməz, çünki o romans qəzəlinin yaradıcısıdır. Süleyman Ələsgərov sözsüz mahnının yaradıcısıdır. Əfrasiyab Bədəlbəyli baletin, Fikrət Əmirov isə simfonik muğamın. Doğru cavab Asəf Zeynallıdır ki, o romans janrının yaradıcısıdır. Pyotr Çaykovskinin Uvertura fantaziya janrında yazılan əsərini müəyyənləşdirin. Çaykovskinin Uvertura fantaziya janrında yazılan əsərinin adı Romeo və Juliyettadır ki, o Uvertura fantaziyadır. Tufan simfonik fantaziyadır. Francesca da Rimini proqramlı simfonik əsərdir. Yatmış gözəl baletdir. İlin fəsilləri isə fortepiano silsiləsidir. Operetta janrında yazılmış əsərdir. Mavi Dunay, Sevilya Bərbəri, Pergünd, Qaraçı Baron, Madriddə gecə. Doğru cavab Qaraçı Barondur ki, Strauss'un Yarasa, Qaraçı Baron və Venesiyada gecə adlandırdığı əsərləri operetta janrında yazılıb. 4 soprano, 3 bariton səslə hansı xor qrupunu yaratmaq olar? Soprano qadın, bariton kişi səsidir. Qadın və kişi xorudur və bunların ikisi birgə qarışıq xoru yaradır. Azərbaycan Dövlət Filarmoniyası nəzdində fəaliyyət göstərən tərkiblər arasında hansı tərkibi kamerli musiqiyə istifadə etmək olar? Kamera musiqisi ümumiyyətlə belə deyək də çox da böyük olmayan ifaçılar qrupu üçün, məsələn duet, trio, kvartet ifaçılar üçün yazılan musiqilərə kamerli musiqilər deyirlər və burada elə mənim gözümə simli kvartet deyir ki, doğru cavab simli kvartetdir. 8-də 6 ölçüdə neçə çərək not var? 6-nı 2-yə bölürük, 3 çərək not var və yaxud da 4-də 3-ü tez yadımıza salırıq ki, 4-də 3 ölçü ilə 8-də 6-nın tərkibi eynidir. Həm 4-də 3-də, həm 8-də 6-da 3 çərək not yerləşir. Həbib Bayramov, Əhməd Bakıxanov və Əhsən Dadaşov bu 3 şəxsi hansı ortaq xüsusiyyət birləşdirir? Deməli, Həbib Bayramov, Əhməd Bakıxanov, Əhsən Dadaşov. Bunlar deməli tar alətinin ifaçılarıdır. Hər üçü də. Qarabağ müharibəsini özündə əks etdirən bir əsər ətrafında müzakirə aparılarkən bu əsərin musiqi piyesi olduğu qəbul olunur. Bu əsəri müəyyənləşdirin. Yəni biz Qarabağ mövzulu piyes tapmalıyıq. İntizar operadır. Qarabağ şikəstəsi oratoriyada ola bilər və yaxud kamerli orkestr üçün işləmə də ola bilər və yaxud da deməli ritmik muğam kimi verilə bilər. Yəni biz götürə bilmərik onu da. Çingiz simfoniya rekviem ola bilər. Biz bunu götürmürük. Xocalı 613 isə götürərəm. Çünki adı Xocalı olsa belə Xocalı hardadır? Qarabağ bölgəsindədir və o bir piyesdir. Xocalı 613 Pierre Tiloyun piyesidir. Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Ramiz Mustafayev dahi şairin yaradıcılığına həsr olunan əsər yazıb. Əsərlərin janrını müəyyənləşdirin.
Bu Nizamiyə bənzəyir. Deməli, Üzeyir Hacıbəyli Nizamiyə aid kantata yazıb. Fikrət Əmirov həm simfoniya, həm balet yazıb. Ramiz Mustafayev isə oratoriya yazıb. Gəlin baxaq, hardadır doğru cavab. Deməli, Üzeyir Hacıbəyli Nizami kantata, Fikrət Əmirov Nizami simfoniya. Aha, balet yoxdursa simfoniya götürək. Ramiz Mustafayev də Nizami oratoriya. Doğru cavab Y bəndindədir. Sertifikasiya suallarının izahı bugünlük bu qədər olsun. 50 sualın hər birinin izahı sizə verildi. Növbəti izahlarda görüşənə qədər sağ olun.